Hər vaxtınız xeyir. Əgər işiniz beynəlxalq yük daşımaları ilə bağlıdırsa, o zaman SMR sığortası termini sizə yəqin ki tanışdır. Amma bu nə deməkdir əslində? Gəlin bugün bu ilk baxışdan mürəkkəb görünən mövzunu birlikdə sadələşdirək. Baxın, bu gördüyünüz adi bir kağız parçası deyil. Bu, beynəlxalq avtomobil daşımaları üçün əsas sənəd olan SMR qayməsidir. Milyonlarla dollarlıq ticarət məhz bu sənəd üzərində qurulur. Amma təkcə bir kağız parçası sizin biznesinizi qoruya bilərmi? Yəni təsəvvür edin, yoldasınız, hər şey qaydasındadır. Amma birdən nəsə səhv gedir. Bəs onda necə? Sizi bu cür gözlənilməz hallardan, yol risklərindən nə qoruyur? Elə bugün biz məhz bu qoruyucu qalxanı, yəni sığortanı dərindən araşdıracağıq. Yaxşı, gəlin yol xəritəmizə nəzər salaq. Bu mövzunu tam anlamaq üçün addım-addım gedəcəyik. Əvvəlcə daşımalardakı gizli risklərdən danışacağıq, sonra daşıyıcının nə qədər ağır bir yük altında olduğunu görəcəyik, daha sonra SMR sığortası ilə tanış olub onun necə işlədiyini öyrənəcəyik. Və təbii ki, ən vacib məqamlardan biri kiçik şriftlə yazılanlar, yəni istisnalar. Sonda isə bu təhlükəsizlik kəmərindən necə istifadə edəcəyimizi, yəni iddia qaldırmağın qaydalarını aydınlaşdıracağıq. Hər hansı bir həll yolundan danışmazdan əvvəl gəlin problemin kökünə inək. Söhbət nədən gedir? Yəni, malları bir sərhəddən digərinə daşıyanda hansı risklərlə üzləşirik? Çünki bilirsiniz, beynəlxalq yük daşımaları sadəcə A nöqtəsindən B nöqtəsinə maşın sürmək deyil, əsla. Bu, mürəkkəb bir zəncirdir. Ambardan yüklənmədən tutmuş, təhvil vermə anına qədər hər bir mərhələdən nəsə səhv gedə bilər və hər mərhələnin öz potensial məsuliyyəti var. Yaxşı, bu qədər risk varsa, konkret olaraq bir daşıyıcı və ya ekspeditor kimi sizin çiyninizə hansı məsuliyyətlər düşür? Gəlin daha detallı baxaq. Baxın, bu siyahı çox güman ki, sizin düşündüyünüzdən daha uzundur. Daşıyıcının məsuliyyəti təkcə yükü sağ-salamat çatdırım deməklə bitmir. Bu, əslində çox daha geniş bir anlayışdır. Gördüyünüz kimi söhbət təkcə yükün özündən getmir. Məsələn, çatdırılmada gecikmə oldu mu, bu sizin məsuliyyətinizdir. Yük səhv ünvana və ya səhv adama çatdırıldı, yenə siz məsuliyyət daşıyırsınız. Hətta daşınma zamanı üçüncü şəxslərin əmlakına, insanlara və ya ətraf mühitə bir zərər dəysə, qoşqu və ya konteyner itsə, məhv olsa və ya gömrük qanunvericiliyi pozulsa, bütün bunlar sizin öhdəliyinizə çevrilə bilər. Bax, məhz bütün bu riskləri bir çərçivəyə salmaq, qaydaları hamısı üçün eyni etmək üçün beynəlxalq səviyyədə bir standart yaradıldı. Bu, SMR konvensiyasıdır. Həm məsuliyyəti müəyyən edir, həm də qorunma yollarını göstərir. Əvvəlcə gəlin bu SMR abreviaturasının nə demək olduğunu aydınlaşdıraq. Bu, əslində daşıyıcılar üçün beynəlxalq oyun qaydalarını müəyyən edən bir razılaşmadır. BMT tərəfindən hələ 1956-cı ildə qəbul edilib və məqsədi beynəlxalq avtomobil daşımalarında məsuliyyəti standartlaşdırmaqdır. Və bu razılaşmanın ürəyi, yəni ən əsas məqamı məsuliyyət limitidir. SMR konvensiyasına görə daşıyıcının məsuliyyəti hər kiloqram üçün 8.33 STR ilə məhdudlaşır. STR nədir deyə soruşsanız, bu xüsusi borcalma hüquqları deməkdir. Bu, valyuta məzənnələrindən asılı olmayan beynəlxalq bir hesablama vahididir ki, işləri sadələşdirsin. Təxminən 10 avroya bərabərdir. Bəs SMR sığortası bizə nə vəd edir? Əslində vədi çox sadədir. Sitatla desək, bu sığorta sizin sürücünün səhvi və ya səhlənkarlığı nəticəsində yükün itməsi, zədələnməsi və ya məhv olması ilə bağlı yaranan mülki məsuliyyətinizi əhatə edir. Başqa sözlə, əgər nəsə səhv getsə və bu sizin təqsirinizdirsə, bu sığorta sizin üçün bir maliyyə qalxanı rolunu oynayır. İndi isə gəlin nəzəriyyədən praktikaya keçək. Tipik bir SMR sığorta polisi necə işləyir? Onun əhatə dairəsi, qiymətləri və şərtləri nələrdir? İlk öncə bilməlisiniz ki, bu sığorta demək olar ki, bütün dünyanı əhatə edir. Yəni, qlobal təminatınız var. Amma, təbii ki, bəzi istisnalar mövcuddur. Məsələn, Ermənistan və ya aktiv münaqişə zonaları kimi ərazilər adətən təminatdan kənarda qalır. Buna diqqət etmək lazımdır. Bu sığortanın digər bir xüsusiyyəti onun aktiv bizneslər üçün nəzərdə tutulmasıdır. Adətən polislər 30 günlük, yəni bir aylıq müddət alınır. Və bu bir ay ərzində nə qədər daşıma etdiyinizin heç bir fərqi yoxdur, say məhdudiyyəti qoyulmur. Yaxşı, gəldik ən maraqlı suallardan birinə. Bütün bu maliyyə müdafiəsi bizə neçəyə başa gəlir? Gəlin rəqəmlərə baxaq. Burada hər şey çox aydındır. Siz öz biznesinizin ehtiyaclarına uyğun sığorta məbləğini seçə bilərsiniz. Məsələn, 5000 avroluq bir təminat üçün cəmi 50 avro sığorta haqqı ödəyirsiniz. Yox, əgər daha böyük təminat, məsələn, 50.000 avro istəyirsinizsə, o zaman sığorta haqqı 90 avro olur. Bir də cədvəldə azad olma məbləği deyilən bir şey var.
Bu, sığorta hadisəsi baş verəndə sizin öz cibinizdən ödəyəcəyiniz məbləğdir. Buna da diqqət yetirmək lazımdır. Amma çox vacib bir məqam var. Bunu unutmaq olmaz. Əgər siz elektronika, spirtli içkilər, tütün məmulatları kimi yüksək riskli mallar daşıyırsınızsa, bunu mütləq sığorta şirkətinə bildirməlisiniz. Belə hallarda sığorta haqqı adətən 50% artırılır. İndiyə qədər sığortanın nələri əhatə etdiyindən danışdıq. Amma ən az bunun qədər vacib olan bir şey də var. Sığortanın nələri əhatə etmədiyini bilmək. Gəlin o kiçik şriftlə yazılanlara baxaq. Hər bir sığorta müqaviləsinin istisnaları olur, yəni təminatdan kənar qalan hallar. CMR da istisna deyil. Gəlin indi standart müdafiəyə daxil olmayan konkret yüklərə və vəziyyətlərə nəzər salaq. İlk olaraq bəzi yük növləri var ki, öz təbiətinə, dəyərinə görə bu sığorta ilə əhatə olunmur. Məsələn, qiymətli metallar, zərgərlik məmulatları, nağd pul, bunlar başa düşüləndir. Həmçinin incəsənət əsərləri, canlı heyvanlar, partlayıcı maddələr və ya ev köçü zamanı daşınan mebel kimi yüklər də adətən bu təminatın haricindədir. Yüklərdən başqa bəzi vəziyyətlər də var ki, sığorta təminatınızı etibarsız edə bilər. Bunlar adətən birbaşa səhlənkarlıq və qayda pozuntusu ilə bağlı olur. Məsələn, yükün üstü açıq, tensiz maşında daşınması və ya göndərənin yükü düzgün qablaşdırmaması. Ən ciddi hallar isə, məsələn, sürücünün sərxoş vəziyyətdə olması, maşının həddindən artıq yüklənməsi və ya ən pisi daşıyıcının öz işçilərinin yükü oğurlaması kimi vəziyyətlərdir. Təbii ki, bu hallarda sığorta heç bir ödəniş etmir. Yaxşı, bütün bunları bildik. Bəs əgər o qorxduğumuz hadisə baş versə və sığortadan istifadə etmək lazım gəlsə, nə etməliyik? Gəlin bu tapmacanın son, amma ən vacib hissəsinə keçək. İddia qaldırmaq. İddia prosesinin uğurlu olması demək olar ki, tamamilə bir şeydən asılıdır. Düzgün və tam sənədləşmə. Prosesin özü əslində o qədər də mürəkkəb deyil, amma əgər sənədləriniz qaydasında deyilsə, işiniz çətinə düşə bilər. Uğurlu bir iddia üçün sizə 5 əsas sənəd lazım olacaq. Birincisi, zərərin və ya itkinin qeyd olunduğu orijinal CMR müqaviləsi. İkincisi, yükün invoysu, yəni hesab fakturası. Üçüncüsü, dövlət yol polisinin hadisə barədə rəsmi protokolu. Dördüncüsü, dəymiş zərərin məbləğini təsdiq edən hər hansı bir sənəd və nəhayət, əgər varsa, tir karnetin sürəti. Bax, bu 5 sənəd sizin prosesi rəvan və tez bir zamanda başa vurmağınıza kömək edəcək. Beləliklə, bütün bu məlumatlardan sonra düşünürəm ki, CMR sığortasının sadəcə bir kağız parçası olmadığını anladıq. Bu, beynəlxalq yollarda fəaliyyət göstərən bir biznes üçün əsl təhlükəsizlik kəməridir, bir təməldir. İndi isə əsas sual sizədir. Bütün bu riskləri və qorunma yollarını bildikdən sonra sizin biznesiniz qarşıdakı yol üçün həqiqətən də tam qorunurmu?